Her şey var. Artık işte. Anladım mı? Devletin ağırlığı. Maşallah. Bu görüşün maraqlı axşırı nədir? Nədir çıxışım? Hamisi yer yoktu orada. Hamıya yer yok. Yəni bunun yol qaydası budur da. Aramızdan biri... 8 istəmir. 4 nəfər, 5 nəfər çaya girsin. Sizin iş gözü diyəcəklərdir. Onsuz da bu formada da olmur axı. Bu formada Hamıya mən bir tutam ki, mən Yox, gələm. hamı bir antı olsa daha iyi məsələ. Problem növbəsi zəif. 7 nəfər adam starşlarda kimsə gəlmir. Yəni bizim stafımız 7 nəfər ayrılır. Maşallarımızdan biri gəlsin. Qulaq asın bir dəqiqə, qulaq asın bir Orada dəqiqə. Belə yəni normal yerimiz bir yoxdur ki, qayda. hamımızı birdən qəbul edir. Belə bir normal nəfər qayda gəlir, sonra hər 7 yanda nəfər də olur. gəlir. Bax görürsünüz, nümayəndə gəlir 7 nəfər istəyir. Yəni 7 nəfər aramızdan. o qadın bir dəqiqə istəyirəm, o başı Mənim qanunları poza gedirlər. Mənim başım sıxmır. Yalandan bu qanunları nəyə çıxar? Yox, bizdə doğrusu zaddır, bol çəkir. Fazla heç mi eləyə bilmir? Niyə bilə-bilə yol verirlər? Yoxdur, yerində dururlar. Buranın rəhbəri də etiraf edir ki, haqsızlıq oldu sənə. Haqsızlıq Siz konkret kimlər çağırır? Yəni mən onları bilmirəm, bəs nədir, burada nə işdir? Qazağa gələn kişinin adı nədir, Hasımdır. Bizə həmkarlarda işləyənlər olur. O bir də bizim 30 dənə fabrikimiz var, mənim 100 dənə nəyimiz var. Sən bir dənə zavodunda sən düzgün iş qurmuysan. Mənim xoşuma mı gəlir, Qazaxdan durum burada mənim kiməsə nəsə. Nəyimə lazım da şükür. Nə sallıyorsun? Heç nə, gəlin kompromis variantlara gedək. AFAQ yoxdur, AFAQ Quliyeva. Mətbuat Xidmət Departamentinin rəisidir, nəyi direktor. Sonra kim? Bir də şeydir, baş təhqiqatçı Rasim müəllim. Bir də həmkarlarımız var, Seyfəddin müəllim. Bizim hüquqlarımızı müdafiə eləməyə tutub onların... Konkret bunlar nə? Konkret heç nə deyir ki, məhkəmədən kənar razılaşırıqsa, gəlin hesablamışıq, pulunuz 1000-1200 manatdır. Amma məhkəmədə hesablanır. Birincisi tabirlərin əsaslarını çıxartmırlar. Nə bilim nə tabir çıxartmırlar. Adam başına 7-8 min pul kilo, onun qabağında 1000 manat deyir. 7 min qabağında 1000 manat indi. İnsafla Nə lazım. hal-hazırda nə təklif Heç nə. Heç nə haqqımızı tələb edir. Haqqımızı verilməsə elə gedib arvad uşağı bütün yığıb gətirib hörmətli prezidentinin evinin qabağında heç nə beləcə yatışacaq. Acından ölürük. Odun yox evdə. Uşaq yorğan döşəyə bürüşküsü yox kimi. Bir də bu vətən övladıyıq axı. Səhər inşallah Müharibə başlayana bizi kimi oğlanlar gedəcək dövlətə. Türklər yox, gəl Türk gətirib ada 3000 pul verir, nə bilim, nə verir. Nə pul almaq üçün? Pulumuzu, məhkəmə pulumuzu verir. Onlar deyir ki, gedin məhkəmə ilə, məhkəmə verməmsiz, məhkəmə ilə də şey edir. Heç kəsdən imtiyaz istənilmir ki burada. Heç kəsə deyilmir ki, biz atmalıyıq. Camaat öz haqqında əlavə bir şey istəyirik, sosial dəvət istəyirik, yox. ailəni də yığ gətir buraya. Köçdü şeyə, bizim Kimlikdə şey var, sən kimi görmüşsən. Kimlikdə... Sən İsmail olsan görürsən. Yox, qaldıram.